Salam, axşamınız xeyir olsun. Coğrafiya fənni üzrə ümumi daxili məhsul, ümumi milli məhsul mövzusu ilə bağlı bir neçə tipdə məsələ sualları qarşımıza çıxır. Bu sual onlardan nümunə olaraq bir dənəsidir. Gəlin bu sualın izahına keçək. Sualın şərtində qeyd olunur ki, ölkənin ümumi daxili məhsulunun dəyəri 105 milyard dollar, ümumi milli məhsulunun dəyəri 115 milyard dollardır. Daha sonra ölkə şirkətlərinin xaricdə yaratdığı dəyər ümumilli məhsulun 20%-ni təşkil edirsə, ümumidaxili məhsulda xarici şirkətlərin payını milyard dollarla müəyyən edin. Gəlin ilk növbədə sualın izahına keçməmişdən qabaq, ümumidaxili məhsul və ümumi milli məhsul anlayışlarının izahına baxaq. Bunun üçün belə bir üçbucaqdan istifadə etsək, daha məntiqli olacaq və burada biz bəzi qeydlərimizi aparacaq. Ümumi daxili məhsul nədir? Qeyd edirik bura, ümumi daxili məhsul. Ümumi daxili məhsulun açılışı budur ki, ölkənin daxilində iki şirkət var. Biri xarici şirkətlərdir, yəni xarici şirkətlərin payı, bir də yerli şirkətlərdir. Yerli şirkətlərin payı. Bu oldu ümumi daxili məhsul. Bir də var ümumi milli məhsul. Görək bəs ümumi milli məhsul nədir? Buraya yazırıq ümumi milli məhsul. Burada da yalnız bizim şirkətimizdir. Yəni milli şirkətlərdir. O da iki ərazidə olacaq. Bir ölkə daxilində, bir də xaricdə. Yerli şirkətlərin payı yenə də bax burada qeyd olunur. Bir də milli şirkətlərin xaricdəki payı. Xaricdəki payı. Belə. İndi biz hər iki şəklə nəzər yetirəndə görürük ki, yerli şirkətlərin payı burada nədir? Oxşardır. İndi sualımızın izahına əsasən, daha doğrusu şərtinə əsasən məlumatları qeyd edək. Qeyd olunur ki, ümumi məhsulun dəyəri 105-dir. Ümumi daxili məhsulun dəyəri 105 milyard dollardır. Bura yazırıq 105 milyard. 105. Daha sonra qeyd olunur ki, ümumi milli məhsulun dəyəri 115-dir. Bura yazırıq 115. 115. Daha sonra qeyd olunur ki, ölkə şirkətlərinin xaricdə yaratdığı dəyər ümumilli məhsulun 20%-ni təşkil edərsə. Baxaq, ölkə şirkətlərinin xaricdə yaratdığı dəyər, yəni xaricdəki payını soruşur bizdə, daha doğrusu məlumatları verir bizə. Bu pay ümumilli məhsulun 20%. Yəni 115-in 20%. 115-in də 20% təbii ki 23-dür. Yəni bax bura 23 olacaq. Əgər yerli şirkətlərimizin xaricdəki payı 23-dürsə və ümumilli məhsul 115-dirsə, bu məlumatları əsasən biz nəyə tapa bilərik? Yerli şirkətlərin payını tapmaq olar. Bunu tapmaq üçün 115-dən 23-ü çıxarıq. 115 çıxılsın 23. Bu da eləyər 92. Bura qeyd eləyəcək 92-ni, yəni yerli şirkətlərin payı 92-dir. Artıq bizə məlum olur nə? Biz yerli şirkətlərin payını tapdıq. Bu 92. Həmin 92 həm burada, həm də burada eyni ədəd, eyni məlumat kimi qeyd olunur. Və bizə onsuz da sualda qeyd olunmuşdu ümumi daxili məhsulun payı 105. Bura 105-dirsə, bura 92-dirsə, onda biz xarici şirkətlərin payını tapa bilərik. Yazarıq 100, deməli 105 çıxılsın 92. Bu da eləyər 13. 13. Xarici, ölkə daxilindəki xarici şirkətlərin payı olur 13 milyard dollar. Görək sualda bizdə nə tələb olunur? Deyir, ümumi daxili məhsulda xarici şirkətlərin payını hesablayın. 13. Cavab Y variantı. Bu qədər.